Məntiqdən qəbula düşmüş əksər tələbələrin çətinlik çəkdiyi həmin o yarpaq məsələsinə baxaq. Görək sualda nədir? Sualda deyir ki, ağacdan qopan yarpaqların bir hissəsi təmiz skamyaya. Mən də burada qeyd eləmişəm, skamyaya düşən yarpaqları ayla işarə eləmişəm. Sonra bir hissəsi ağacın yanından axan çaya tökülən yarpaqları B ilə işarə eləmişəm. Sonra nədir ardında? Deyir ki, qalan hissəsi otların üstünə tökülür. Onu da C ilə işarə eləmişəm. Deməli bizdə yarpaqlar 3 yerə tökülür. Bir skamyaya, bir çaya, bir də otların üstünə. Yaxşı, ardını oxuyaq. Görə nədir bizdə? Deyir ki, çaya tökülən yarpaqların 1/3 hissəsi çaydakı daşlara ilişib. Qalanda su aparıb. Mən burada çaya tökülən yarpaqları da 2 hissəyə bölmüşəm. Daşa ilişən, bir də su aparan. Bizə nə deyir şərtdə? Deyir ki, çaya tökülən yarpaqların 1/3 hissəsi çaydakı daşlara ilişmiş. Bizə çaya tökülən yarpaqlar nə qədərdir? B-dir, düzdürmü? Əgər 1/3 daşlara ilişibsə, nə qədərsə ilişər? Yəni 1/1 B, düzdürmü? 1/1 B daşlara ilişib. Yaxşı, ardınca nədir? Qalanda su aparıb. Bizdə əgər ümumi B-dirsə, su aparan hissə nə olacaq? Biz B-dən çıxacağıq 3/1 B-ni, su aparan hissəyə düşəcək nə qədər? 3/2 B. Sonra ardını oxuyaq. Otların üstünə tökülmüş yarpaqlardan rəngləri qırmızı olanların sayı tək ədədlə ifadə olunub, və onların sayı sarı rəngdə olanlardan azdır. Deməli, burada qeyd edirəm, qırmızı sarıdan azdır. Ardında nədir? Yaşıl rəngdə olanların sayından çoxdur. Yaşıldan da çoxdur və nədir? Təkdir. Onu da qeyd edirəm. Deməli, bizə qırmızı rəngli olan nədir? Tək ədəddir. Yaxşı, ardınca görək nədir? Deyir ki, sonradan əsən külək ağacdan daha 6 yarpaq qoparır və otların üstünə tökür. Bizdə əlavə olaraq otların üstünə nə qədər yarpaq düşür? 6 yarpaq düşür. Ona görə burada C deyil də C plus 6-dır. Bu 6 sonradan əlavə olunmalıdır. Yaxşı, davam oxuyaq. Nə deyir burada? Həmin külək skamyaya düşmüş yarpaqların 60%-ni sovuraraq yarısını otların üstünə tökür. Digər yarısını isə çaydakı daşlara ilişmiş yarpaqların 1/4 hissəsi ilə eyni suya qovuşdurur. Burada diqqətli olaq. Bizə deyir ki, həmin külək skamyaya düşən yarpaqların 60%-ni sovurur. Neynir burada? Deməli, bizdə skamyaya düşən yarpaq nə qədərdir? Ümumi A-dır, düzdürmü? 60% deyəndə 0.6 A-dan söhbət gedir, düzdürmü? Yəni, burada skamyaya düşəndən biz nə etməliyik? 0.6-nı çıxmalıyıq, düzdürmü? Yəni, A-dan çıxmalıyam, bu 0.6 A-nı, düzdürmü? Bu da nə qədər edir bizdə? Edir 0.4 A. Bizdə 0.4 A qaldı skamyaya düşən hissə. Yaxşı. Və bunu diqqətlə oxuyuruq. Bizə deyir ki, o həmin o 60% var, 0.6 A. Bu 0.6 2 hissəyə ayrılıb. Nə deyir burada? Yarısı otların üstünə düşür. Yarısı otların üstünə düşür. Otların üstünə düşürsə, yəni 0.3 A da mən bura əlavə eləməliyəm, düzdürmü? Qeyd edirəm burada. Sonra nədir? Digər yarısını isə çaydakı daşlara ilişmiş yarpaqların 1/4 hissəsi ilə suya qovuşdurur. Digər yarısı da daşa ilişən yarpaqlarla bir yerdədir. 0.3 A-da qeyd edirəm bura. Yaxşı. Nə etməliyik sonra burada? Bizə deyir ki, daşlara ilişən yarpaqların 1/4 hissəsi ilə suya qovuşdurur. İndi burada diqqətli oluruq. Daşlara ilişən yarpaqlar nə qədərdir bizdə? 3/1 B. Mən bunun 1/4-ni tapsam, 4/1-ə vuracam, düzdürmü? Nə qədər edir bu? 12/1 B. Deməli, bizdə çaydakı daşlara ilişmiş yarpaqların 1/4 hissəsi, bu 12/1 B, gəlir suya. Həmçinin bu 0.3 A var, o da əlavə olunmalıdır su aparan hissəyə. Yəni, bizdə normalda su aparan nə qədər idi? 3.2 B. Əlavə olaraq da bu daşa ilişən yarpaqlardan da bura gəlir müəyyən qədər. Nə qədər gəlir? 12/1 B gəlir. 12/1 B gəlir. Dəqiqə, bunu qeyd eləyək. 12/1 B. 12/1 B. Bir də nə deyirdi burada? Həmin o yarısı var idi, skamyaya düşən yarpaqların. O da hara gəlirdi? O da elə gəlirdi suya düşürdü deyə. O 0.3 A-nı əslində burada yazmalıyam, düzdürmü? Bunu qeyd edirəm bu hissədə. Yaxşı, indi isə sualın şərtini oxuyaq, görə nə deyir bizdə? Deyir ki, ağacda ən azı neçə yarpaq var? Ümumiyyətlə, diqqətli oluruq bu tip suallarda. Ən az deyirsə, biz kiçiklərdən başlamalıyıq, düzdürmü? Məsələn, burada mən A-ya hansı qiymət verə bilərəm, onu fikirləşirəm. Burada 0.4 A var. Yəni, bunu silim, 0.4 A var. Yəni, bu 0.4 deyəndə 5/2 deməkdir, düzdürmü?
Əslində mən burada 5 qiyməti verə bilərəm, amma bir dənə şey bizdə ödənmir. Niyə? Məsələn, burada 0.3a var, sonra burada da 0.3a var. Axı mən 0.3a-nı almaq istəyirəmsə, yəni 10.3-ünü tapmalıyam, düzdürmü? Mən bura 5 verə bilmərəm axı. 5 versəm tax ki, bu ixtisar gedər, 2 qalar, 3/2 1.5. Yəni tam alınmayacaq deyə bizdə ədəd. Ona görə mən məcburam ki, burada 5 deyil də mən a-nın qiyməti minimum neçə verim? 10 verim. Düzdürmü? 10 və daha böyük qiymətlər. Məsələn 10, 20, 30. Amma mən nəyi tapıram? Minimumunu tapıram. Amma burada minimumdan başlamalıyıq. Yaxşı. Deməli mən burada 10/4 kimi yazım hələ bunu. A-ya neçə verməliyəm? A-ya 10 verməliyəm. Deməli A-nın ən kiçik qiyməti məlumdur. Yaxşı. B-nin ən kiçik qiyməti nə olacaq? İndi diqqətli oluruq burada. Burada 12-də 1 B var, düzdürmü? Burada 12-də 1 B varsa mən B-yə ən kiçik 12 verə bilərəm ki, 12 ilə bu məxrəcdəki 12 getsin. Tam bir şey alım, yəni 1 alım, düzdürmü? 12-dən kiçik qiymət verə bilmirəm. Deməli, bizdə B-nin qiyməti olmalıdır 12, düzdürmü? İndi diqqətli oluruq nədə? C-nin qiyməti necə ola bilər? Aha, burada bizə şərtdə deyir ki, Q tək ədəddir. Tək ədəddirsə və bizdə təbii ki, natural ədəd ola bilər də say, düzdürmü? Mən bura 1 verə bilmərəm. 1 versəydim, gərək tutaq ki, 1-dən kiçik qiymət tutaq ki, yazardım bura. Onu da yaza bilməyəcəm bura, düzdürmü? Gərək minimum mən bura tək ədədlərdən hansını yaza bilim bu hissəyə? 3 yaza bilim. 3 isə nədən kiçikdir? Ən az 4-dən. Mən Y-in yerinə nə yaza bilərəm? Y nə idi? Daha doğrusu yaşıl yarpaq. 1 yaza bilərəm, düzdürmü? Çünki burada mən minimumu tapmalıyam bacardığım qədər. Deməli, indi burada C-nin qiyməti nə qədər olacaq? C-nin qiyməti olacaq, deməli, 1, 3, 4-ün hamısını toplayaq, nə qədər edir? Bizdə 8, 8 o da 6. 6 da sonradan gəlmişdi axı. Nə qədər elədi? 14. İndi bunların hamısını toplasam, A plus B plus C nə edir bizdə? 10 plus 12, o da 14. Bu da neçə edir bizdə? 36. 36 hansı variantı? D variantı. Yaxşı, keçək indi digər suala. Nədir növbəti sualda? Deyir ki, aşağıdakılardan hansılarını müəyyən etmək mümkündür? Aha, birinci nədir? Çay daşlarına ilişib qalan yarpaqların sayı. Aha, daşlara ilişib qalan yarpaqların sayını, yəni burada dəqiq saydan söhbət gedir. Biz dəqiq sayı müəyyən edə bilməliyik. Yaxşı, birinci deməli səhvdir. Sonra nədir? Otların üzərində qalan yaşıl ağac yarpaqlarının minimum sayını. Təbii ki, bəli, biz yaşıl ağac yarpaqlarını burada neçə tapdıq? 1 tapdıq. Mümkündür, minimumu tapa bilirik. Ağacda olan yarpaqların maksimum sayını. Təbii ki, maksimumu tapa bilmərik. Burada nədir doğru cavab? Yalnız 2 C variantı. Və burada belə bir şey qeyd edelim ki, ümumiyyətlə bu tip suallarda biz maksimumu müəyyən edə bilməliyik. Təbii ki, mən tutaq ki, burada A-ya 20 verə bilərəm, 30 verə bilərəm, daha böyük qiymətlər verə bilərəm. Biz minimumu həmişə tapa bilirik bu tip suallarda, yəni ehtimala əsaslananda, düzdürmü? Ona görə də mən maksimumu heç vaxt tapa bilmərəm bu tip suallarda. Əgər müəyyən bir sərhəd bizə verilməyibsə, burada da müəyyən bir sərhəd yoxdur deyə, təbii ki, burada ancaq nə edə bilərik biz? Minimum qiyməti tapa bilərik, belə. Ardını oxuyaq, nədir burada? Yarpaqlardan ən azı neçəsini su aparıb. Aha, su aparan hissəyə indi baxırıq. Mən bayaq burada qeyd eləmişəm. Su aparan hissəyə nə düşüb burada? O, bu hissəyə bir diqqətlə baxaq. O, burada su aparan. Deməli, 3-də 2B plus 12-də 1B plus nə? 0.3A. Aha, B də bizdə nə idi? 12. Yerinə qoysam 3-də 2 vurulsun 12, 3-də 2. Hə, vurulsun 12. Üstə gəl. 12-də 1 vurulsun 12 plus A-mız da nə idi bizim? 10 idi. 0.3-ü də 10-a vuranda bu nə verir bizə? Deməli, bu gedir ixtisar 4 dəfə. 4 dəfə 2, 8. 8 o da 1. 9, 9 o da 3. 12. 12-dəki hansı variantdır? B variantı. Belə. Sualın doğru cavabı bu olur.